Azərbaycan qadın şahmatçılarına əhsən. Dünya çempionatında milli komandamız ikinci yeri tutdu. Ülviyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Gülnar Məmmədova və xanım Balacayevadan ibarət milli komandamız qrupda çox zəif çıxış eləsələr də güc balı ilə 4-də 1-ə çıxdılar. Sonra Gürcüstan kimi güclü komandaya qalib gəldilər. Yarım finalda Qazaxıstanı məğlub etdilər və finalda Rusiya ilə görüşdülər. Daha doğrusu Rusiya komandası fide bayrağı altında çıxış eləyirdi. Nə qədər çalışsalar da milli komandamız təcrübəli rəqibə müqavimət göstərsələr də uduzdular. Amma bu ikinci yer, bu gümüş medal Azərbaycan şahmatının böyük bir qələbəsi kimi qeyd etmək olar. Halal olsun onlara. Bizim kişi şahmatçılarımızdan fərqli olaraq onlar bir daha göstərirlər ki, xarakterləri var və dünyanın ikinci komandası olmağı çox böyük bir işdir. Əhsən.